Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azərbaycanımızı, tüm müddətdə yaşayan kardeşleri salamlayıram. Bugün 3 oktyabr 2025-ci il. Bərdə qoyun bazarı. Kardeşim bak. Ama belə quzulardır. 7 manatdan verir. Kilosu 14 manat. 14 manat və 7 manat. Belə quzu 14 manat. Mahal gəlsin. Kim Ne? gəlsin vermə. Su bir quzulardır. Ətin neçə kilo olur? Artıq verir. Faiz verir 2 kilo artıq. 40 kilo, 38 kilo, 7 kilo. Diri çəkisi. Ha. Ünvan haralı? Ağzımadırlarını açarsan. Ağcabədirənin Afşar kəndi. Su bir quzulardır. Salam olsun her birine. Su bir quzulardır. Qaymaq, qaymaq. Pazar olsun. Gör məndən bu bazada heyvansından var gəlsin. Pazar olsun. Çox sağ ol, daha kişi. Əlin düşərli olsun. İnşallah. Gördüğünüz gibi kardeşin təsərrüfatıdır. Neçəyə deyirsən bunları? Bunlar 420 lira. 400 min. Boğaz. Hamısı birinci qarına. Hara heyvandır bu? Cəbədi. Ağzabədin hansı kəndi? Süllü kəndi. Bir onu da çək öməlli mi? Çək öl. Allah pazarını versin. Kardeş bu balalar neçədir? Geçənlik. Neçənci qarındır bunlar? 2 qarmış qarın. 2-3 qarın. Hamısı balalıdır. Neçə başdır? 12 baş eyrə. 12 baş. $550'ye. Allah pazar versin. Atılır. Neçə satsın? Qazel 5000 manatda. İli 2004'dür. 2 mərtəbədir. 2 mərtəbədir. Qazeldə satılır. Kimə lazım olsa zəhmət Allah pazar versin. Allah pazarınızı versin. Sağ ol, çox sağ ol müəllim. Allah kömək olsun ki, belə çəkib işlandırır. Selamünaleyküm. Neçəyinədir bunlar? Bilmiyorum. Yok onların değil. Bunlar, pazar olsun. Neçəyinədir bunlar? 350. Neçənci qarındır bunlar? Boğaz olar. Boğaz yemir lan. Onlar neçəyinədir qaqam? Onlar 390. 390 toğulu. 300 neçə? 390. 390. Bunlar neçənci qarındır? Toğuludur baba. 22 dənə toğuldan mı toğulu? Öz qapı malındır yoxsa malı satansan? Öz qapı ilə. Dağdan gəl, Kəlbəcərin sarı. Sarı yerdən gəlir. 22 dənə toğulu. Ümumiyyətlə alıcılıq nəsədir bazarda? Hazırlıq az. Heç elə bir bazar yoxdur. Bazarın o başıyla bu başı. Görürük. Allah pazarını versin. Hala siz. 6'ya bak. 5 lira. Neçə nədir qardaş qiyməti? 600 lira. 600 lira. Ahmet sen kaç para mı veriyorsun? Aç satışın gelin bana. Neçəyə deyirsən bunu gözəl kişi? 800 ha?
Yetir. Vallahi bu eşkiz oxşuyur mən bilən. Armda bir cüt alasın. Neçənci qarındır? Şimdi koy. Kuzu çiş ağzında olar. Var değil. Heyvana baxanda alama gəlgəldir. Amma qiyməti də yaxşıdır. Düz. Neçə deyirsən onu? 5.20'ye. Allah pazar versin. Salam aleyküm. Bayram çeniz düşürdü. Neçəyləndi bunlar? 500'dan. 500'dan. Sağ bir şey değil. Vay. Galaksın. Kurbanına koy onu bağla. Yeter al verme. Direndi. Ben onu almıştım. Bunu süreh niyetine yok. Ondan sonra muhabbetçi yapmak istemiyorum. Salam aleyküm. Ne var ne yok? Sağ ol. Neçəyləndi qiymətlər? İçinden bir zat çıkmadı. Qiymətlər. Kıymetler 5.50. Bunlar neçənci qarındır? 1-2. Kelle. Qiymətlər. Pazar olsun. Ne var ne yok? Neçəyləndi bu balalılar? Buna bakma oğlan. Hani olmuş ki? Şeylerde bak. Vay el dozu. Salam. Məxmi. Evet bu değil. Qıy yazık. İşler de verebilirim. Bak. Birinci daha. Qiymətin? Çok altı. 640 ha? Kelle. Sen kokuya çıkama var. Nətər? Allah xeyirli bazarını versin. Bu bizim məxmirəkdir. Dəymə. Aga bunlar ne çedi? Yetiti. Maşallah olsun, yaxşı heyvanların var. Neçə ilə qiymətlər? 6.50. Neçənci qarın? 2'li, 1'li böyle. Yani ikinci doğuyata yani. Deməli bax, gözəl qardaşlar. Dəvə bax bunlara deyirlər. Boz kərə, qomular kərə bax. Neçə dənədir qaqam? 10 tane. Maşallah. Heyvan şəxsiyyəti söz yoxdur.
Eyvallah. Çok iyi. Allah pazarını versin. Kardeş bunlar ne şeylendi? 550. Neçənci qarındı bunlar? 4'e 1'den 4'e çık. Öz qapı heyvanıdır yoxsa malı satansan? Kapıyı var. Allah xeyirli bazar versin. Balalısı var yoxsa Hamısı yetmiş. nə qədər vaxtda baladan çıxar? Apollo şimdi var 5 kilo da var, 3 kilo da var. Apollo bir ay. En uzak var. Ən uzaq doğanı bir aya. Qiyməti də ki 550. 550 manat. Hardan da gətirmisən bunu? Abi dene bir ay. Öyle heyder farklı. Nə gözəl, nə gözəl. Allah hər birinizin ruzu bərəkətini versin. Deməli dəyərli izləyicilərimiz. Gözəl qardaşlar. Nömrə bilməm daha. Verəcək də. Deməli dəyərli izləyicilərimiz. Ah, böyle tamam. Ah, yetmiş. Ah, yetmiş. Aydındır. Allah xeyirli bazar versin. Dəyərli izləyicilərimiz, gözəl qardaşlar. Bugünlük Bərdə bazarından bu qədər. İnşallah Gəncə şəhərində görüşmək ümidi var. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Allah'a emanet olun.